Birləşmələr nəzəriyyəsinə aid növbəti suala baxaq. Bu bloka da, buraxılışa da düşən sualdır. Birləşmələr nəzəriyyəsi, ehtimal nəzəriyyəsi. Deyir ki, 7 qız 10 oğlan olan sinifdən 2 qız 3 oğlandan ibarət neçə qrupu fərqli üsulla seçmək olar? Ümumi seçim şansı var. Düzdür burada? Kombinizon. 7 qız 10 oğlan. Yazıram 7 qız 10 oğlan. Bunları qeyd elədim. 7 qızdan neçəsini seçir? İkisin. Kombinizon 7 elementdən 2. Və təbii ki, fərqli üsul dediyi üçün vurulsun. Kombinizon 10 oğlandan neçəsini seçir? 10 elementdən 3-ün. Vəssalam. Bax, bunu hesablamalıyıq. Cavab çıxacaq. Kombinizonun qaydasını əvvəlki videoda dedim. 7 faktorial bölünsün. Bir dəfə bunları çıxıram. 5 faktorial. Və vururam. Neçəsi qalmışdı? İkisi. 2 faktoriala. Vurulsun. Yenə 10 gəlir sürəti 10 faktorial. Bir dəfə çıxıram. 7 faktorial. Vurulsun. Deməli 3 faktorial. Bərabərdir. Bunlar gedər. Sonra nə qalacaq? Yuxarıda 10 faktorialdır. Bu 10 faktorialın içərisində 5 faktorial var. Ardıcıl ədədlərin hasilidir. O zaman yuxarıda mən yazaram, altdan başlayaram. Çünki 5-ə qədər apardım. 6 vur, 7 vur, 8 vur, 9 vur, 10. Məxrəcdə nə qalmışdı? 2 faktorial. Yəni 1 vur 2, vurulsun 3 faktorial. 1 vur, 2 vur, 3. 6, bu 6 ilə gedər. Bu 2 ilə bu 10 gedər, qalar 5. 7 vur, 8 vur, 9 vur, 5. 45, 56. Deməli, 56 vurulsun 45. Bu da eləyəcək neçə? 2520. Yəni C bəndi.